Salam. Bu gün sizə restoranda, kafedə və digər yerlərdə quraşdıra biləcəyiniz proqram haqqında məlumat verəcəm. İlk növbədə ofisiantların və yaxud administratorun istifadə etdiyi post bölməsidir. Post bölməsində yuxarıda zalları seçə bilər və həmin zallara uyğun masaları seçə bilər. Masalara daxil olduqda masaların içərisində yemək kateqoriyaları çıxır. Yemək kateqoriyaları və yeməklər. Kateqoriyanı seçdikdə həmin yeməklər filtrlənərək seçilir. Məsələn, kola yazır. Həmin masanın səbətinə kola düşdü və buradan ödəniş al dedikdə ödənişi nağdlaşdıra bilirik və həmin sizin üçün çek çıxır. Əgər sifarişi verib hələ ödəniş eləmirlərsə, növbəti sifarişi gözləyirlərsə, biz ödəniş vurmadan stollara qaydırıq və digər bir stola keçə bilirik. Həmin stolda özünün səbəti görünəcəkdir. Və nə vaxt ki, həmin stol, bayaqçı stol ödəniş etmək istədisə, qaydırıq həmin stolun üzərinə və görürük ki, kola artıq buradadır və ödəniş al deyib eyni qaydada basırıq. Yeməkləri, yemək kateqoriyalarını, zalları və masaları siz nastroyka bölməsindən əlavə edə bilərsiniz. Həmçinin hesabatda sizin məhsul hesabatınız da olacaqdır. Hansı məhsuldan nə qədər satılıb, neçə ədəd, hansı qiymətlə satılıb və maya qiymətinə əsasən sizə xeyrin cəmini göstərəcəyik. Və aşağıda həmçinin ofisiantların nə qədər pul işlədiyini ayrı-ayrı görə biləcəksiniz. Və sonda sizə bank kartı, nağd və cəm məbləğlər göstərəcək. Həmçinin sizə gəlirin cəmini göstərəcəkdir. Yəni sizin bu gün nə qədər gəliriniz olub. Ən aşağıda isə ümumi sifarişlərin siyahısı və kimlər tərəfindən icra olunduğunu göstərəcək. Proqramda həmçinin aşpazın monitoru və aşpaz üçün çek çıxması mümkündür. İstədiyiniz vaxt sifariş edə bilərsiniz.